Filadelfiyada Amazondan sifariş elədiklərimizi gedirik qaytarmağa. İndi Staples-a gedəcəyik. Staples-da, Whole Foods-da və müəyyən yerlərdə pulsuz aldığımızı gedib qaytara bilərik. Heç pərkincə də ehtiyac yoxdur. Yəni necə almışıq, elə formada qaytarırıq. Dəniz heç yoxlanmır. Qaytarırsan, mal onlara çatanda artıq sən pulu geri qaytarırlar. Gəldik Staples-a çatdıq və üstündə yazıb ki, Amazon Returns Drop Off. İçində belə bir strip kod yapışdırdı. İndi məndən QR kodu skan edəcək və ondan sonra qaytaracaq. Pakejləri qaytardıq. İndi Filadelfiyanın ən busy küçələrindən birindəyik. Yəni, burada daha çox insan var, daha çox mağazinlər var, daha çox aktivitelər var və hava da gözəl olduğundan gördüyünüz kimi hamı gəzir. Qabaqda bir yer var, orada qəşəng marojna verirlər. Dondurma bizim dildə desək. İtalyan yeridir, çox tatlıdır. Ən tatlısı da adı yadından çıxıb, amma dark chocolate və fındıqlıdır deyəsən. İndi gedib baxıb adını da yazıb sizə deyəcəm. Tıxaclar indi ona görə ki, iş saatı bitib. Hamı işdən çıxıb evə getməyə çalışır. Və burada da kimsə işini davam edir. Oturub hələ də işləyir. Ümumiyyətlə, Filadelfiyada yəni şəhər mərkəzi, Manhattan şəhər mərkəzi ilə çox oxşardır. Eyni qaydada çişli görsənir və eyni qaydada kafelər, restoranlar var. Buna görə deyirəm ki, fərqli şəhərlərdə olduğum halda hiss etmişəm ki, dəyişikliyi var, fərqlilik var. Məsələn, Charlotte-a getmişdik. Charlotte-da eyni hissi yaşamaq olmur. Bu arada gəldik, çatdıq həmin kafeyə. Bu Grand Cafe adlanır və çatana qədər əslində dondurmanın adı yadıma düşmüşdü. Amma indi girəyə baxaq. Dondurmanın adını da gördük, indi gəzməyə davam edirik. Hava yaxşıdır, insanlar xoşbəxt.